Cümlənin növləri. Cümlənin 3 cür növü var. Müxtəsər, geniş və mürəkkəb cümlə. Müxtəsər cümlə yalnız baş üzvlərdən ibarət olur. İkinci dərəcəli üzvlər olmur. Məsələn, biz oxuduq. Biz kim? Oxuduq, nə etdik? Müxtəsərdir. Kitabı oxudum. Kitabı nəyi? Oxudum, nə etdim? Kitabı tamamlıqdır. Deməli, bu cümlə müxtəsər deyil. Geniş. Həm baş, həm də ikinci dərəcəli üzvlərin iştirak etdiyi cümlədir. Yuxarıdakı nümunədə ikinci cümlədə iki söz olsa da geniş cümlədir. Başqa nümunələrə baxaq. Sabah, nənəm bizə gələcək. Sabah nə zaman? Nənəm kim? Bizə haraya gələcək? Nə edəcək? Bu geniş cümlədir. Mürəkkəb cümlə iki sadə cümlənin birləşməsindən yaranır. İki qrammatik əsası, mübtəda və xəbəri olur. Səhər açıldı, günəş öz nurunu yer üzünə səpələdi. Burada iki cümlə var. Səhər açıldı, günəş öz nurunu yer üzünə səpələdi. Sinonimlərlə davam edirik. Sinonimlər yazılışı müxtəlif, mənası yaxın olan sözlərdir. Sinonimlər yazılışı müxtəlif, mənası yaxın olan sözlərdir. Məsələn, otur, əyləş, eyni mənanı verir. Din, danış, qaç, yüyür, get, tərk et, gözəl, qəşəng, çirkin, kifir, əntiqə, yaxşı və s. Bu sözlərdən bədii ədəbiyyatda təkrara yol verməmək üçün işlədilir. Eyni nitq hissəsinə aid olur. Sinonimlər eyni nitq hissəsinə aid olur. Antonimlər əks mənalı sözlərdir. Antonimlər əks mənalı sözlərdir. Məsələn, axşam, səhər bir-birinin əksidir. Axşam, səhər, gec, tez, yaxşı, pis, uzaq, yaxın, doğma, yad, ağ, qara və s. Eyni köklü sözlər antonim deyil. Məsələn, duzlu, duzsuz, yağlı, yağsız bunlar antonim deyil. Sulu, susuz və s. Eyni nitq hissəsinə aid olur. Eyni köklü sözlər. Bir kökdən leksik şəkilçilər vasitəsilə yaranan sözlərdir. Eyni köklü sözlər bir kökdən leksik şəkilçilər vasitəsilə yaranan sözlərdir. Onlara qohum sözlər də deyilir. Aşağıdakı şərtləri var. Eyni köklü sözlər düzəltmə olurlar. 2 və daha çox olmalıdır. Kökləri arasında məna yaxınlığı olmalıdır. Məsələn, dəmirçi, dəmirçixana, dəmirçilik sözləri eyni köklüdür. Amonimlər ilə davam edirik. Amonimlər deyilişi və yazılışı eyni olub, mənası müxtəlif olan sözlərdir. Amonimlər deyilişi və yazılışı eyni olub, mənası müxtəlif olan sözlərdir. Sinonim və antonimdən fərqli olaraq həm eyni, həm də müxtəlif nitq hissələrinə aid olur. Vurğusu dəyişməklə mənası dəyişən sözlər amonim deyil. Bir neçə omonimə baxaq. Məsələn, bal. Arının istehsal etdiyi xeyirli qida isim. Bal, karnaval rəqsi isim. Qol, insanın orqanı. Burada isimdir, qol. Futbolda rəqib qapısına vurulan qol, top. Burada da isimdir. Az, qeyri-müəyyən say kimi. Azmaq, feil kimi. Yaş, sifət kimi, qurunun əksi. Yaş, isim kimi insanın yaşı.